Cinsi əlaqədən əvvəl edilən səhv hansıdır? Cinsi əlaqəyə yeni başlayan cütlüklərdə müşahidə olunur. Tələskənlik, həyəcan, qorxu. Cinsi əlaqədən əvvəl edilən səhv hansıdır? Bu sualla mənə son vaxtlar çox müraciətlər olur. Əsasən də yeni ailə quranlar, yeni cinsi münasibətə başlayanlar soruşurlar. Nəyə görə alınmadı? Problem nədədir? Araşdırdıqda məlum olur ki, onlar cinsi əlaqədən əvvəl gərginlik, stres, həyəcan keçirirlər. Nəticədə cinsi əlaqə alınmır. Bu çox vaxt yeni ailə quranlarda və cinsi əlaqəyə yeni başlayan cütlüklərdə müşahidə olunur. Burada problemi həll etmək üçün sakit olmaq və prosesə fokuslanmaq, tələsməməkdir. Tələskənlik, həyəcan, qorxu cinsi əlaqəni pozur və cinsi əlaqə alınmır. Məhz bunun qarşısını almaq üçün həmin şəxslər sinif psixoloji durumlarını normaya salmalıdırlar və partnyorla münasibətdə hər bir şeyə aydınlıq gətirməlidirlər ki, sonda normal cinsi əlaqə baş tutsun.